Salamlar. İndi isə mən sizə yaslı qurdlar tipinin neşəkili qurdlar sinifinə daxil olan öküz saliterinin həyat dövrəsi haqqında qısa məlumat verəcəm. Bildiyimiz kimi öküz saliteri bədəni başçıq, boyuncuq və buğumlardan təşkil olunmuşdur. Onun təxminən 1000-ə yaxın buğumu vardır və hər yaşlı buğumunda 2 paylı bir yumurtalıq və çoxlu toxumluğu olur. Lakin bizdən öküz saliterində ümumiyyətlə yumurtalıq və toxumluq sayını soruşarsa, çoxlu toxumluq və çoxlu yumurtalıq deyəcəyik. Çünki 1000-ə qədər buğumda 1000-ə qədər yumurtalıq var deməkdir. Bir yumurtalıq və çoxlu toxumluq. Deməli, qaraciyər sorucusu kimi öküz saliteri də biohelimitlərə aiddir. Onun inkişafı sahib dəyişməklə gedir. Əsas sahibi insan, aralıq sahibi isə qaramaldır. Əsas sahibi ona görə insandır ki, insanın bədənində öküz saliteri yetkin halda yaşayır və parazitlik edir və insanın nazik bağırsağında yaşayır. Həzm sistemi də bildiyiniz kimi olmadığı üçün bütün bədən səthi ilə qidalı maddələri, həzm olunmuş qidalı maddələri hopduraraq deməli qidalanması təmin olunur. Biz burada aralıq sahibi isə qaramal deyə götürürük. Çünki qaramalın bədənində yetkin halda biz qurdu görmürük, orada çoxalmır. Deməli, insanın nazik bağırsağında yaşayan öküz saliterinin yetişmiş buğumları qopub düşür. Yetişmiş hansı ki buğumlar var, içərisində mayalanmış yumurta olan yetişmiş buğumlar. Bu arada öküz saliteri qaraciyər sorucusu kimi parazit qurddur və hermofrodit olsa da bütün yaslı qurdlar tipi kimi bunlarda yəni mayalama çarpaz getmir, öz-özünə gedir və mayalanmış yumurta olan buğumlar, yaşlı buğumlar qoparaq insanın nəcisi vasitəsilə düşür xarici mühitə. Burada da biz onu görürük. Yumurta düşdü xarici mühitə. Yumurta xarici mühitə düşəndən sonra biraz da yaxınlaşdırıram ki, daha yaxşı görək. Yumurta xarici mühitə düşür və bitkilərə yapışır, ot bitkilərinə və qaramal da həmin ot bitkiləri ilə qidalanarkən qurdun yumurtası qaramalın həzm sisteminə düşür və həzm sistemində yumurtanın örtüyü əriyir və ondan 6 qarmaqlı sürfə çıxır. Qarmaqların olması heç də təsadüfi deyildir. Qarmaqlar dəlib deşmək xüsusiyyətinə malikdir və sürfə buradan bağırsağın divarını dəlib deşərək qan vasitəsi ilə gətirilir əzələlərə. Əzələlərə gətirilir və burada noxud boyda finnalara çevrilir. Burada isə finnanı görürsünüz. Bu 6 qarmaqlı sürfədir, bu isə finnadır. Çevrilir əzələlərdə finnaya və insan yenidən yaxşı bişirilməmiş qaramal əzələsi ilə qidalandıqda onda finnalar vasitəsilə yoluxur və finna həzm sisteminə insanın düşəndə finnadan qurdun başçıq və boyuncuq hissəsi çıxır. Ən yaşlı hissə buradır, başçıq və boyuncuq. Sonradan keçir nazik bağırsağa və boyuncuq hissədən yavaş-yavaş buğumlar əmələ gətirməyə başlayır. Deməli, bu qurd həm insan üçün təhlükəlidir, həm də qaramal üçün təhlükəlidir. Qaramalın əzələlərində finnalar yaratdığı üçün noxud boyda finnalar yaradır. Ona görə qaramalda finnoz xəstəliyi törədir deyəcəyik. Ancaq insanda isə, əsas sahibdə isə teniarinxoz xəstəliyi törədir bu qurd, öküz saliteri. Deməli, öküz saliterinin inkişaf dövriyyəsində biz nəyə fikir verməliyik? Əsas sahibin bədəninə necə daxil oldu? Əsas sahibin bədəninə yaxşı bişirilməmiş qaramalın əzələsində finna kimi, finna mərhələsində daxil oldu. Əsas sahibi necə tərk edir? Yumurta kimi, mayalanmış yumurtalar kimi. Deməli, əsas sahibin bədənində hansı inkişaf dövriyyəsində olacaq? Finna kimi daxil oldu, finnadan yetkin qurda çevrildi, yetkin qurddan isə mayalanmış yumurta kimi tərk elədi. 3 mərhələdə. Bir də deyirəm finna, yetkin qurd və yumurta. Bəs aralıq sahibin bədəninə necə daxil oldu? Baxın, qaramalın bədəninə yumurta kimi daxil oldu və onu tərk elədi finna kimi. Yəni, yumurta kimi daxil oldu, yumurtadan çıxdı 6 qarmaqlı sürfə, 6 qarmaqlı sürfə çevrildi finnaya və finnadan da əzələlər də daha doğrusu finnalara çevrilir və finna kimi də onu tərk edir. Qaramal bu finnalardan ancaq kəsilib yeyildikdə qurtula bilər, yəni öldükdə bunlar finnalardan qurtula bilir, çünki onun əzələlərində o noxud boyda finnalar qalmış olur. Bu da belə öküz saliterinin çalışdım ki, həyat dövriyyəsini qısa video şəklində, inkişaf dövriyyəsini sizlərlə bölüşüm. Ümid edirəm ki, anlaşıqlı oldu. Bir də burada bir haşiyə çıxmaq istəyirəm. Bildiyimiz kimi öküz saliterinin bədəni yenə deyirəm, başçıq, boyuncuq və buğumlardan ibarətdir 1000-ə qədər. Yetkin halda təbii ki, birdən-birə 1000 dənə buğum olmur, yavaş-yavaş yaranır. Ümumiyyətlə biz bilirik ki, heyvanlar həyatının müəyyən dövrünə qədər böyüyür, lakin öküz saliteri ömrü boyu böyüyür və onun yeni buğum
buğumları qurdun boyuncuq hissəsindən yaranmağa başlayır. Ona görə də boyuncuğa söykənən buğum ən cavan buğumdur. Bədənin ən sonunda yerləşən buğum isə ən yaşlı buğumdur. Bu buğumların müqayisəsi. Lakin ümumiyyətlə bədəndə ən yaşlı hissəni soruşarsa, bu olacaq başçıq və boyuncuq. Çünki hətta finnanın içərisində belə başçıq və boyuncuq olur. İnsan finnalı ət yeyəndə, onun həzm sistemində həzm şirələrinin təsirindən finnanın örtüyü əriyir və qurdun buradan birbaşa başçıq və boyuncuq hissəsi azad olur. Deməli, ən yaşlı hissə başçıq və boyuncuqdur. Bir də qeyd edirəm ki, hər buğumda bir ədəd 2 paylı yumurtalıq və çoxlu toxumluq olur. Hər buğumda toxumluğun sayı yumurtalıqdan çoxdur. Lakin ümumi biz öküz saliterinə baxış keçirsək, onun hər buğumunda yumurtalıq var, hər buğumunda toxumluq var. Deməli, öküz saliterində ümumi çoxlu yumurtalıq və çoxlu toxumluq qeyd edəcək. Ümid edirəm anlaşılıqlı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.